Bilirsinizmi, illərdir məhkəmə sistemində çox qəribə və yorucu bir vəziyyət yaşanırdı. Tam bir prosessual xaos. Aliment ödəyən valideynlər haqlı olaraq məhkəmələrə üst tuturdular ki, ödədikləri pulun bir hissəsi birbaşa uşağın gələcəyi üçün onun şəxsi bank hesabına köçürülsün. Amma gəlin görün ki, aşağı instansiya məhkəmələri bu sadə tələbə necə baxacaqlarını heç cür qərarlaşdıra bilmirdilər. Bəzi hakimlər bunu tamamilə yeni bir məhkəmə iddiası kimi qəbul edir, bəziləri isə ümumiyyətlə rədd edirdi. Təsəvvür edirsiniz, eyni məsələ, amma fərqli məhkəmələrdə tam ziddiyyətli qərarlar. Bu qeyri-müəyyənlik həm valideynləri, həm də vəkilləri əməlli başlı çıxılmaz vəziyyətə salmışdı. Və məhz bu məqamda ən ali instansiya məsələyə əl qoyub hər şeyi yoluna qoymağa qərar verdi. Ali məhkəmənin bu mühüm qərarına həsr etdiyimiz izahlı təqdimata xoş gəlmisiniz. Bugün məqsədimiz Azərbaycan Respublikası Ali Məhkəməsinin 8 dekabr 2023-cü il tarixli o məşhur 04-2023 nömrəli qərardadını ən xırda detallarına qədər aydınlaşdırmaqdır. Qeyd edim ki, biz burada heç bir tərəf tutmuruq, yəni nə aliment ödəyənin, nə də alanın mövqeyini müdafiə etmirik. Biz sadəcə hüququn nə dediyini və ailə hüququndakı bu köklü dəyişikliyin reallıqda, praktikada necə işlədiyini sizə addım göstərəcəyik. Yaxşı, gəlin bugünkü qısa yol xəritəmizə baxaq. Biz əvvəlcə aliment dilemmasına toxunacağıq, sonra iddia və icra mexanizmini, qarşımızdakı iki prosessual yolu, uşağın ən üstün mənafeyini, məhkəmədəki sübut etmə yükünü və ən nəhayət bank vəsaitləri üzrə yarana biləcək mübahisələri müzakirə edəcəyik. Başlayaq. Birinci bölümə. Aliment dilemması və Ailə Məcəlləsinin 55.3-cü maddəsinin anlanılması. Baxın, bütün bu xaosun kökündə əslində bu maddə dayanır. Ailə Məcəlləsinin 55.3-cü maddəsi. Qanun çox açıq şəkildə deyir ki, aliment ödəyən valideyn tələb edərsə, məhkəmə pulun bir hissəsinin uşağın bank hesabına köçürülməsinə icazə verə bilər. Səslənməsi olduqca sadədir, elə deyilmi? Amma əsl problem buradakı tələb sözündə gizlənmişdi. Hakimlər başa düşmürdülər ki, bir vətəndaş gəlib bu tələbi irəli sürəndə o tamamilə yeni bir məhkəmə prosesi başladır. Yoxsa sadəcə olaraq mövcud qərarın fərqli cür icra edilməsini istəyir. Bütün o tarixi sürtünmə məhz bu anlaşılmazlıqdan qaynaqlanırdı. Amma qanunverici burada çox, həm də lap çox ehtiyatlı davranır. Bəlli bir limit var, 50%. Yəni, uşağın bank hesabına köçürülən məbləğ ümumi alimentin 50%-dən çox ola bilməz, heç bir halda. Niyə? Çünki gəlin reallıqla üzləşək. Uşağın bugünkü isti yeməyi, təmiz geyimi, bugün yaşadığı ev, onun gələcəkdəki illəri üçün yığılan puldan qat-qat önəmlidir. Bu qəti rəqəm uşağın bugünkü həyat tərzini, cari ehtiyaclarını riskə atmaqdan mükəmməl şəkildə qoruyur. Keçirik ikinci bölməyə, iddia və icra mexanizmi. Burada ali məhkəmənin əsas fərqləndirməsindən danışacağıq. Və budur, bayaq bəhs etdiyimiz o xaosu həll edən əsas məqam. Ali məhkəmə gəlib məsələyə çox praktik və dahi bir yanaşma gətirdi. Onlar prosesi iki yerə böldülər. Baxın, yeni bir maddi hüquqi iddia qaldırmaq, təsəvvür edin ki, sıfırdan, zavoddan yeni bir avtomobil yığmaq kimidir. Siz məhkəmədə araşdırırsınız ki, ümumiyyətlə bu uşağın aliment hüququ varmı ya yox. Amma mövcud alimentin bir hissəsini banka köçürmək, inanın mənə, yeni maşın yığmaq deyil. Bu sadəcə o maşının təkərlərini dəyişməkdir. Yəni, ortadakı hüququn özü olduğu kimi qalır, heç nə dəyişmir, yalnız o pulun uşağa çatma marşrutu, yəni icra mexanizmi dəyişir. Bu irəliyə doğru atılmış çox böyük bir addımdır. Üçüncü bölməmiz. İki prosessual yol. Gəlin indi bu hüquqi seçimlərimizi necə idarə edəcəyimizə baxaq. İndi isə məsələnin praktik tərəfinə keçirik. Əgər siz prosesin iştirakçısınızsınızsa, istər valideyn olun, istərsə də vəkil, qarşınızda çox aydın iki yol var. Birinci yol. Əgər iş hələ məhkəmədədirsə, yəni əsas aliment məbləği indi müəyyən olunursa, siz bu bank köçürməsi tələbini dərhal elə ordaca Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsi ilə irəli sürürsünüz. Hakim də bunu o dəqiqə həll edir. Amma ikinci yol daha fərqlidir. Təsəvvür edin ki, qətnamə artıq illər əvvəl verilib və sənəd icradadır. Bu zaman siz durub yenidən bir iddia qaldırıb aylarla məhkəmələrdə sürünmürsünüz. Qətiyyən, sadəcə 231.1-ci maddəyə əsasən çox qısa bir prosedurla qətnamənin icra üsulunu dəyişdirmək üçün ərizə verirsiniz. Vəssalam, görürsünüzmü vaxta və resurslara necə qənaət edilir? Yaxşı, bəs kimsə bilmədən, köhnə vərdişlə yenə köhnə qaydada iddia qaldırsa nə olacaq? Qısası, sistem artıq bu cür səhvləri qəbul etmir. Əgər ərizəni səhv yolla vermisinizsə və hakim bunu hələ icraata qəbul etməmişdən əvvəl görübsə, ərizəniz dərhal geri qaytarılacaq. Yox, əgər nədənsə iş artıq səhvən qəbul edilib və proses başlayıbsa, o zaman məhkəmə işə sadəcə xitam verəcək.
Yəni sizə deyəcək ki, zəhmət olmasa gedin, düzgün qapıdan, icra mexanizmi qapısından gəlin. Bu da məhkəmələri lazımsız sənəd yığınağından tamamilə təmizləyir. 4-cü bölməmiz. Uşağın ən üstün mənafiyi. Gəlin, biraz quru rəqəmlərdən kənara çıxıb məsələnin insan faktoruna baxaq. Prosedurları bildik, aydındır. Bəs işin mərkəzindəki əsas sual. Cəmiyyətdə tez-tez rast gəldiyimiz bir mif var. Düşünürlər ki, əgər valideyn çox zəngindir və qanuni yaşayış minimumundan dəfələrlə çox, böyük məbləğdə aliment ödəyirsə, deməli o pulun artıq qalanı avtomatik olaraq uşağın bank hesabına yönəlməlidir. Bəs əslində necədir? Bu zənginlik avtomatik bir zəmanətdirmi? Ali məhkəmənin mövqeyi burada olduqca qətidir. Qətiyyən xeyr. Yalnızca pulun çox olması və saytın bankaya yönəldilməsi üçün kifayət edən hüquqi əsas hesab olunmur. Bəs əgər təkcə pulun məbləği kifayət etmirsə, məhkəmə bu uşağın mənafeyi məsələsini reallıqda necə ölçür? Hakimlər hər bir işin detallarına baxırlar. Uşaq hansı yaşdadır? Bahalı idman və ya musiqi dərnəklərinə gedirmi? Bəlkə xüsusi bir müalicəyə və ya özəl məktəbə ehtiyacı var? Lakin burada ən həlledici, ən maraqlı detal nədir bilirsinizmi? Əvvəlki həyat səviyyəsi. Yəni, boşanma baş vermədən əvvəl bu uşaq necə bir həyat standartında yaşayırdısa, məhkəmə məhz o standartı maksimum dərəcədə qorumağa çalışır. Əgər bütün bu saydığımız cari xərclər tam ödənəndən sonra həqiqətən əlavə pul qalırsa, yalnız o halda bank hesabı variantı masaya yatırılır. 5-ci bölmə. Sübut etmə yükü. Yaxşı, bəs məhkəmədə kim nəyi sübut etməlidir? Bu slayd xüsusilə önəmlidir. Çünki hüquq sistemi məhz burada öz mükəmməl balansını yaradır. Qayda belədir. Əgər siz aliment ödəyən tərəfsinizsə və israrla pulun banka getməsini istəyirsinizsə, o zaman sübut etmək yükü sizin boynunuzdadır. Məhz siz sübut etməlisiniz ki, bu köçürmə uşağın faydasınadır və ya qarşı tərəf pulu başqa təyinatla xərcləyir. Amma burada aliment alan valideyni qoruyan son dərəcə həyati bir sığorta var. Məhkəmə heç vaxt o valideyni məcbur edə bilməz ki, get, mənə bugün aldığın çörəyin, almanın və ya uşağa aldığın corabın qəbzini yığ gətir. Qətiyyən, böyük məktəb və ya xəstəxana xərclərini bəli, təqdim etməlidir. Lakin gündəlik, o xırda mikro xərcləri sübut etmək öhdəliyi yoxdur. Bu da prosesin bezdirici və absurd bir qəbz savaşına çevrilməsinin dərhal qarşısını alır. Və gəldik 6-cı bölməyə. Bank vəsaitləri üzrə mübahisələr. Yekun sərhəd. İndi məsələnin ən kəskin yerinə gəldik. Bəs bu sadə icra mexanizmi harada dayanır və yenidən o uzun hüquqi mübarizə harada başlayır? Təsəvvür edin, qərar verildi və pul artıq uşağın bank hesabında yatır. Əgər günlərin birində valideynlərdən biri uşağın hansısa ciddi ehtiyacı üçün o bankdakı pulu çıxarıb xərcləmək istəsə və digər valideyn buna qəti etiraz etsə, nə olacaq? Bax, ali məhkəmə deyir ki, stop, bizim bayaqdan danışdığımız o sadə icra mexanizmi qaydası artıq burada işləmir. Çünki siz tamamilə yeni bir vəziyyətdəsiniz. Pul artıq ünvandadır, indi mübahisə pulun necə çatdırılması deyil, o pula kimin xərcləmək hüququnun olmasıdır. Buna görə də bu mübahisə artıq sıfırdan yeni bir maddi hüquqi iddia kimi məhkəməyə verilməlidir. Yəni o sadə yol qapısı bankın astanasında bağlanır. Nəticə etibarilə ali məhkəmənin bu mühüm qərarı məhkəmə sistemindəki o illərin xaosunu həqiqətən təmizlədi. İndi atılacaq addımlar bəllidir, yol xəritəsi hər kəs üçün aydındır. Amma yekunlaşdırarkən sizə belə bir açıq sual vermək istəyirəm. Sizcə, qaydaların bu cür dəqiqləşməsi valideynləri uşağın gələcəyi naminə nəhayət ki sağlam əməkdaşlıq etməyə sövq edəcək, yoxsa köhnə çəkişmələr, o sonsuz rəqabət sadəcə məhkəmə zallarından çıxıb gedib həmin o bank hesabının o rəqəmlərin üzərində davam edəcək? Bunu yəqin ki, yalnız zaman və cəmiyyətimizin yanaşması göstərəcək. Bu izahlı təqdimatı izlədiyiniz üçün çox təşəkkür edirəm. Düşünməyə həqiqətən dəyər, elə deyilmi? Özünüzə yaxşı baxın, gələn görüşlərədək.